Hər birinizi salamlayıram. Qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə Dövlət İmtahan Mərkəzinin 2025 coğrafi test topusundan endogen proseslər və relyef, morfostrukturlar mövzusunun test tapışına baxacağıq. Ümumilikdə 59 sualdır. Hamısını izah etməyə çalışacağım. Başlayaq birinci sualdan. Yaylalar verilmiş sıranı müəyyən etməmizi istəyir. A variantında Amazon ovalıqdır. B variantında Qərbi Sibir ovalıqdır. C variantında Şərqi Avropa ovalıqdır. D'də Orta Sibir yayladır. Braziliya yayladır. Dekan yayladır. Doğru cavab Y variantıdır. Y variantında isə üzr istəyirəm, doğru cavab D variantıdır. Y variantında isə Mesopotamiya ovalıqdır. İkinci sualda Faylı dağları istəyir. Bildiyimiz kimi Faylı dağlar qədim dağlardır. Deməli, cavabımız elə olacaq A variantı. Kap, Drakon və Appalaç dağları Paleozoy erasında meydana gəlib. Kaledon-Hertsin qırışıqlığına aiddir. Bildiyimiz kimi Kaledon-Hertsin qırışıqlığına aid olan dağlar faylı dağlar hesab olunur. Amma yalnız 3 dağ Tian-Şan, Altay, Sayan dağları istisna. Çünki bunlar qırışıq faylı dağlar hesab olunur. Bu 3 dənəsi istisna. Kaledon-Hertsin yaranan bütün dağlar faylıdır. Üçsə deyir ki, ən iri relyef formaları, bildiyimiz kimi ən iri relyef formaları daxili qüvvələrin təsiri nəticəsində yaranır. Daxili qüvvələr endogen qüvvələrdir. Bunlara morfostrukturlar deyilir. Cavabımız olacaq C variantı. Dördüncü sualda ovalıqlar verilən sıranı istəyir bizdən. A variantında Orta Sibir yayladır. B variantında Dekan yayladır, Anadolu yayladır. Cavabımız C variantıdır. D variantında Tibet yayladır. Y variantında Efiopiya yayladır. Beşinci sual. Ərazisi dünya okean səviyyəsindən aşağıda yerləşən ovalıqları istəyir bizdən. Biz burada əsasən bu tip testlərdə Xəzər sahili əraziləri götürəcəyik. Cavabımız olacaq C variantı. Xəzəryanı və Kür Araz. Altıncı sualda düzənliklər hündürlüyünə görə 3 yerə bölünür. 0-200 metr aralığı ovalıqlardır. 200-500 metr aralığı yüksəkliklərdir və 500 metrdən hündürlüyü çox olanlarsa yayladır. Deməli, cavabımız uyğun gəlir D variantına. Ovalıqlar 200 metrə qədər, yüksəkliklər 200-500-ə qədər, yaylalar 500 metrdən artıq. Daha sonra mütləq hündürlüyünün azalmasına görə dağları sıralamamızı istəyir bizdən. Qafqaz dağlarının zirvəsi və Elbrusu 5642 metr, Appalaçda Mitzelli 2037 metr, Alp dağlarında Monblandı 4807, Ant dağlarında Akonkaguada 6960 metr hündürlüyə malikdir. Azalmasına görə deyirsə, ən çoxdan ən aza sıralamalıyıq. Olacaq 4, daha sonra olacaq 3, 1, 2. 4, 3, 1, 2. Cavab bir dəqiqə üzr istəyirəm. 4, 1, 3, 2 sıralamanı yanlış elədim. 4, 1, 3, 2. Cavabımız B variantı. Deməli, 8-ci sualda bizə deyir ki, Meseta, Darfur, Böyük Hövzə, Altiplano məntəqələrini birləşdirən ümumi xüsusiyyət. Deməli, baxaq. Meseta, Darfur, Böyük Hövzə və Altiplano Şərq yarımkürəsində yerləşə bilməzlər. Altiplano Cənubi Amerikadadır. Böyük Hövzə Cənubi Amerikadadır. Bunlar qərb yarımkürəsidir. A variantı yanlışdır. Deməli, bunların hər ikisi Meseta yaylası, Darfur yayladır. Bunlar hamısı yayladılar. Yayla və yaxud dağlıq ərazilərdir bunlar. Dağlıq ərazilər akkumulasiya deyil. Bildiyimiz kimi akkumulasiya ovalıqlarda baş verirdi. B yanlışdır. Avtomatik cavab D olacaq. Denudasiyalar yaylalarda və dağlıq ərazilərdə baş verir. Daha sonra seysmik cəhətdən sabit olmaz. Çünki Meseta deməli İspaniyadadır. İspaniya geosinkronal ərazidir. Həmçinin Altiplanoda, Ant dağlarında da geosinkronaldır. Böyük Hövzədə həmçinin geosinkronaldır. Yüksəklik deyirlər, bunlar yayladılar. 9-cu sualda Şərqi Afrika, Tibet və Meksika coğrafi obyektlər üçün ümumi xüsusiyyət. Bunların hər üçü yayladılar. Avtomatik cavabımız Y variantı olacaq. Platforma ola bilməz, çünki deməli Tibetlə Meksika geosinkronaldır, həmçinin Şərqi Afrikada bunlar geosinkronal ərazilərdirlər. Yayladsa akkumulyasiya olmaz. Bildiyimiz kimi yaylalarda baş verən proses denudasiya prosesidir. Eyni adlı dövlətlərə məxsus deyillər. Meksika eyni adlı dövlətə məxsus olsa da Tibetlə Şərqi Afrika eyni adlı dövlət deyil. Tibet Çində yerləşir. Daha sonra C variantı yanlışdır. Tektonik cəhətdən sabit sahələrdirlər. Bu oxşar xüsusiyyət götürə bilmərik. Bunun səbəbi nədir? Çünki bunlar geosinkron ərazilərdə sabit yox, hərəkətli olmalıdır. Burada aynən Y eyni məna daşıyır. Aynən D eyni məna daşıyır. 10-cu sualda Kordilyer və Ant dağlarının oxşar xüsusiyyətini istəyir bizdən. Deməli, həm Ant dağları, həm də Kordilyer dağları inkişaf etmiş ölkə ərazisi ola bilməz. Ant dağları Cənubi Amerikadadır. Cənubi Amerikada inkişaf etmiş ölkə yoxdur. Sonra bax, C variantında Hertsin qırışıqlığı ola bilməz. Alp qırışıqlığıdırlar. Ən hündür zirvələrin mütləq hündürlükləri eyni deyil.
Kordillerdə ən hündür zirvəsi 6194 Makkinlidir. Ant dağlarında 6960, Aconcagua eyni deyil. Üzvü mənşəli yadınızda saxlayın. Dağlıq ərazidə filiz faydalı qazıntılar yayılıb, yəni maqmatik suxurlar və metamorfik suxurlar geniş yayılıb. Üzvü mənşəli suxurlar çökmə suxurlardır. Bu əsasən yadınızda saxlayın ki, ovalıqlar da geniş yayılıb. Y variantı da səhvdir, cavab B-dir. Şərq yanvazları tədricən düzənliklərlə əvəz olunur. Sonra 11-ci sualda Karpat və Krım dağları hər ikisi variantlara baxmadan analiz edən cavan dağdır. Hər ikisi Kaynazoyda yaranıb. Hər ikisi Alp qırışıqlığına aiddir. Avtomatik cavabımız Y variantıdır. Seysmik cəhətdən baxın. Cavan dağdırsa sabit ola bilməz, geosinkronaldır. Daha sonra Asiya qitəsində yerləşdirək, xeyr, Avropa qitəsidir. Cavan dağlar faylı yox, ola bilməz. Qırışıq dağlardır mənşəyinə görə. Mezozoyda yox, Kaynazoyda formalaşıblar. 12-ci sual Himalay və Ant dağlarına oxşar cəhəti. Deməli, Himalay dağları burada variantlarda tasvir tabanların toqquşmasından gedir. Himalay dağları iki materik tipli tabanın toqquşması nəticəsində meydana gəlib. Ant dağları isə okean tipli ilə materik tipli tabanın toqquşması nəticəsində meydana gəlib. Ümumilikdə hər ikisi litosfer tabalarının hərəkəti nəticəsində meydana gəlib. Biz baxın burada A variantında da B variantında da hər ikisi litosfer tabasının hərəkətidir. Y variantını ümumiləşdirib götürmək daha məntiqə uyğundur. Bilməsək belə. 13-cü sualda bizə deməli okean dibinin relyefinə aid bir hissə verib, sxem verib daha doğrusu. 1-0-200 aralığındadır. Bildiyimiz kimi 0-200 aralığı şelf zonasıdır. Buna materik dayazlığı da deyirlər. Daha sonra ikinci hissə abissal düzənliklərdir. 3 orta okean dağsız hissələrdir. Daha sonra deməli şelf, abissal düzənliyi, orta okean dağsız hissələr. Cavab olacaq C variantı. 14-də deyir ki, litosfer tavalarının sərhədinə uyğun gələn relyef formaları. Baxın, diqqətlə qulaq asın. Litosfer tavalarının sərhədində geosinkron ərazilərdir. Geosinkron ərazilər cavan dağlardır. Əsasən hündür dağlardır. Məsələn, burada abissal düzənliklər platformadır. Cavan dağlar və orta okean hissəsi doğru olar. Daha sonra burada faylı ola bilməz. Daha sonra burada qədim platform anlayışı ola bilməz, platform anlayışı ola bilməz. 14-də cavab oldu B variantı. 15-də gəlin bir xəritə açın. 15-ci sualda deyir ki, şərq yarımkəsində yerləşən qədim dağ sistemlərini müəyyən edin. İlk olaraq biz burada qədim olmayanları çıxa bilsək, baxaq çıxa bilirikmi? Xeyr, çıxa bilmirik. Biz şərq yarımkəsi seçməliyik. Yəni biz Greenwichdən şərq tərəfdə 180 dərəcəli meridiandan qərb tərəfdə. Yəni baxın bu hissədə olan əraziləri seçməliyik. Deməli baxaq. Alp Orta Sibir, Appalachı çıxaraq avtomatik. Appalach Şimali Amerikadadır. Şimali Amerika qərb yarımkəsindədir. Daha sonra biz burada nəyə çıxa bilərik? Bizə burada müvafiq olaraq dağ sistemi və yayla seçməyimizi istəyir bizdən. Qədim Alpı çıxarıq. Alp qədim deyil, cavandır. Daha sonra biz buradan 15-ci sualda D variantı nəyi çıxarıq? Turan ovalıqdır, yayla deyil. Y variantı qaldı. Pamir cavan dağdır, qədim dağ deyil. Geosinkron ərazidə yerləşir, Alp qırışıqlığına aiddir. Cavabımız qalır D variantı. Ural dağları buradadır gördüyümüz kimi. Orta Sibir yaylası da baxın bu ərazi. Sonra 16-cı sualda ovalıqlarla yaylaları Venn diaqramda müqayisə etməyimizi istəyir. Fiziki xəritələrdə layla rəngləmə üsulu ilə izohipslərlə təsvir olunur. Baxın, bu rəngləmə üsulu budur. Bu hər ikisində ifadə olunur. Denudasiya deyirsə yayladır. Mütləq hündürlüyü 500 metrdən çoxdursa yayladır. Mesopotamiya Kiroraz ovalıqdılar. Əsasən yanacaq faydalı qazıntılar, yəni əsasən ərazidən çökmə suxur yayılan ovalıqlardır. 1D-yə deməli 2BS, 3A cavab 16-da D variantıdır. 17-ci sualda orta okean silsilələrindən okean yatağını müqayisə eləməmizi istəyir. Adalar şəklində meydana çıxan orta okean silsiləsidir. Bu proses divergent proses nəticəsində baş verir. Bunun nəticəsində İslandiya, Azor, Müqəddəs Helena, Pasxa, Galapagos kimi adalar meydana gəlir. Okean tipi yer qabığına malikdir hər ikisi. Litosfer tavalarının divergent bayaq dedik, gedir orta okean silsiləsinə. Daha sonra səthi hamar olub okean dibinin əsas hissəsini tutur okean yatağı. Bunun digər adı abissal düzənliklərdir. Y variantları veribmiş bizə. 2-yə də gedir Y variantı. Deməli, 17-də cavab oldu C bəndi. Daha sonra 18-ci sualda ovalıqla yaylaları yenə müqayisə etməmizi istəyir. Qranit qata malikdir hər ikisi. Bunun heç bir aidiyyatı yoxdur. Qranit qat yalnız okean tipi yer qabığında olunur. Daha sonra çökmə suxur qatı nəzidir deyir. Baxın, çökmə suxur qatının qalın olduğu ərazilər, yəni çox olduğu ərazilər ovalıqlardır.
Az olduğu ərazilər, yəni və yaxud olmadığı ərazilər yaylalardır. Nəzik deyirsə, yəni demək olar ki, azdır, yaylaya gedir. Akkumulyasiya ovalıqdır. Üzvü faydalı qazıntılar bu çökmə mənşəlidir. Üzvü faydalı qazıntılar çökmə suxurlar ovalıqlarda olur. Yaylalarda filiz olur. Quru səthinin əsas relyef formasıdır hər ikisi. Deməli, cavab olacaq burada Y variantı. 19-cu sualda Kordilyeranın Appalas dağlarını müqayisə etməmizi istəyir. Yerlərini göstərək xəritədə. Hər ikisi Şimali Amerikadadır. Baxın, bura Appalası, bura Appalası, burada Kordilyer dağlarıdır. Hər ikisi Kaynezoyda meydana, üzr istəyirəm. Kordilyer dağları Alp qırışıqlığında yaranıb. Appalasa Kaledon Hertzin qırışığında yaranıb, Paleozoy erasına aiddir. Baxaq variantlara. Kaynezoy erasına əmələ gəlib bir hissəsi Kordilyerin, çünki Kordilyerin bir hissəsi də qayalıdır. Orada Mezozoy dövründə meydana gəlib. Ən hündür zirvəsi Mitchelldir, Appalaçın. Kordilyerin ən hündür zirvəsi McKinley'dir. Paleozoyda formalaşıb Appalaç. McKinley'də ən hündür zirvəsi Kordilyerin. Meridional istiqamətdə uzanıb baxaq. Hər ikisi görür ki, meridional istiqamətdədir. Filiz faydalı qazıntılar ümumiyyətlə dağdırsa, dağ filizlər dağlarda olur əsasən. Oxşarlıq götürürük bunda da. Cavab olur B variantı. Qırışıq dağlara aiddir. Qırışıq dağlar cavan dağlardır. Cavan dağlar Alp qırışıqlığında yaranan dağlardır. Burada B A variantında böyük su harici qədim dağdır. Kaledon Hertzində yaranır. B variantında Appalaç qədim dağdır. Altay qırışıq faylı dağdır. C variantında Altay, Tian-Şan qırışıq faylı dağlardır. Y variantında Ural qədim dağdır, faylıdır. Sayan qırışıq faylı dağdır. Cavab D variantı. 21-də qədim dağlar üçün səciyyəvi olan xüsusiyyəti istəyir bizdən. Deməli, qədim dağlar şiş özlü olmuş. Faydalı qazıntılar azdır. Bunun ümumiyyətlə qədimə və yaxud cavana aidiyyatı yoxdur. Bu geosignal proseslə bağlı bir şey deyil. Seismik proses qədim dağlarda intensiv ola bilməz, az olmalıdır. Çünki bu qədimdir. Akkumulyasiya prosesi ovalıqlarda olur. Dağlıq ərazilərdə denudasiya prosesi olur. Cavab olur A variantı. Daha sonra 22-ci suala baxaq. Orta Sibir, Dekan, Əhəqqar, Qviyana coğrafi adlarını nə birləşdirir? Bunların Orta Sibir yaylası, Dekan yaylası, Əhəqqar yaylası, Qviyana yaylası. Bunların hər biri yayladılar. Deməli, 22-də deməli yayladılar, doğrudur. A variantında şimal yarımkəsində yerləşirlər. Bəli, gəlin yerlərini göstərək. Baxın, bura Orta Sibirdir. Bura Dekandır. Sonra Əhəqqar və Qviyana gördüyümüz kimi ekvatordan yuxarıda yerləşir, şimal yarımkəsindədirlər. Cavabımız olur A variantı. Ural, Skandinav və Kap dağlarının oxşar xüsusiyyəti. Baxın, bunların hər üçü Paleozoyda meydana gəlib. Hər üçü qədim dağdır. Hər üçü Kaledon Hertzin dağı əmələ gəlmə mərhələsinə aiddir. Bir avtomatik səhvdir. Qədim dağdır, düzdür. Dünyanın ən hündür ola bilməz. Qədim dağlar hündür olmur. Daha sonra, baxın, qədim ərazilər platformalar. Platformalar litosfer tavalarının sərhədində ola bilməz. Mərkəzində olmalıdırlar. 5 də səhvdir. 2, 4 cavab B variantı. Şərq yarımkəsində yerləşirlər. Bəli, bu doğru xüsusiyyətdir. Yerlərini də göstərim sizə. Gördüyümüz kimi Ural dağları burada yerləşir. Daha sonra böyük Skandinaviya dağları baxın bu ərazidə yerləşir. Kap dağları isə baxın bu ərazidə yerləşir. 24-cü sual bizə verilən sxem Grabenin sxemidir. Cavab A variantıdır. 25-də verilən sxem antiklinal sinklinaldır. Yuxarı bir antiklinaldır, 2 sinklinaldır. Bunları əzbər bilmək lazımdır. 26-cı suala baxaq. Alp-Himalay qurşağına daxil olan silsilələr. Baxın, Alp-Himalay qurşağı bu ərazini əhatə edir. Bu ərazidə yerləşən dağları seçməliyik biz. Baxın, bunun baxaq asan variantı nə ola bilər? Alp-Himalayda yerləşən dağlar geosignal ərazilərdir. Yəni Alp qırışıqlığında yaranan dağlardır. Məsələn, burada B variantında Ural qədim dağdır. Bu ərazidə yerləşsəydi geosignal olardı. Qədim olması. Qafqaz üzr istəyirəm. Sonra C variantında Appalazı çıxaraq, ümumiyyətlə Appalaz Şimali Amerikadadır. Daha sonra D variantında mən buradan Skandinaviyanı çıxaram, Skandinaviya qədim dağdır. Y variantında Altay Sayan dağları Alp-Himalayda yerləşmir. Cavab 26 olacaq A bəndi. 27-ci sualda qədim dağları istəyir bizdən. Qədim dağlar, məsəl üçün, cavab elə A variantıdır. Bunların hamısı Kaledon Hertzin dağı əmələ gəlməsinə yaranıb, Paleozoy erasına aiddir.
B variantında Alp Cavandağdır, Karpat Cavandağdır, Ant Cavandağdır. Bunlar Alp qırışıqlığında yaranıblar. C variantında Qafqaz Alp qırışıqlığında yaranıb cavandır. D variantında Kordilyer Alp qırışıqlığında yaranıb cavandır. Y variantında Pamirlə Himalay Alp qırışıqlığında yaranıb cavandaqdır. 28-ci sualda şimal və cənub tropikləri arasında yerləşən yaylaları istəyir bizdən. Deməli, şimal və cənub tropik xəttlərimizi çəkək. Bura şimal tropik xətti, burada cənub tropik xəttidir. Suala baxaq. 28-ci sualda deməli, Orta Sibir tropikdə yerləşə bilməz. Qütbə yaxın ərazidir. B variantı doğru cavabdır. Deməli, baxaq, Dekan orada yerləşir, tropiklərin arasında yerləşir. Efiopiya, bəli, tropiklərin arasında yerləşir. Gviyana Gviyana Cənubi Amerikada da tropiklərin arasında yerləşir. Bu xəritəni çevirə bilmədim. Baxın buradadır. Daha sonra 29-cu sualda qədim platforma, qədim dağlar, cavan dağlar. Deməli, qədim platforma Orta Sibir yaylasıdır. Qədim dağ Uraldır, cavan dağ Himalaydır. 1, 2, 3. Cavab C variantıdır. 30-da yer qabığına aid düzgün coğrafi qanuna uyğunluğu müəyyən edin. Geniş düzənliklər əsasən platformalara uyğun gəlir, doğrudur. Düzənliklər əsasən litosfer tavalarının sərhədində yox, əsasən mərkəzində yerləşir. Sərhədində adətən cavan dağlardır. B yanlışdır. Torpaq əmələ gəlmə prosesi dağlıq ərazilərdə daha sürətlə gedir. Xeyr. Torpaq əmələ gəlmə prosesi düzənlik ərazidə daha sürətlə gedir. Çünki dağlıq ərazilərdə əkinçilik üçün yararlı torpaqlar yoxdur. Burada əsasən yadınızdadırsa, biz tarixdən də bunu keçirik, coğrafiyadan, iqtisadi coğrafiyadan keçirik ki, dağlıq ərazilərdə yaylalar, üzr istəyirəm, heyvandarlıq daha üstündür. Ən böyük göllər Horsların üzərində yaranır. Xeyr, əsasən qrabində olur. Cavan dağlar platformada yerləşmir, geosignalda yerləşir. Sonra 31-ci sual. Yer qabığının qanuna uyğunluqlarından müvafiq olaraq müəyyən edin. Deməli, ən böyük göllər Horslar üzərində yerləşir. Bu bayaq da var idi. Xeyr, dedik ki, Horsda deyildi. Qrabində idi. Uca qırışıq dağlar litosfer tavalarının sərhədidir, düzdür. Uca dağlarda yenə də deyirik, torpaq əmələ gəlmə prosesi dağlarda intensiv gedə bilməz. Burada əkinçilik üçün yararlı torpaq azdır. Geniş düzənliklər litosfer tavalarının sərhədində yox, mərkəzindədir əsasən. Düzənliklər seysmik zonalarda daha geniş yox, əsasən düzənliklər platformalarda daha geniş yayılmışdır. 32-də fəal seysmikə malik fəaliyyətdə olan vulkanların müşahidə olunduğu dağlar sırasını müəyyən edin. Fəal seysmikliyə malik deyirsə, yəni geosignal dağlardan söhbət gedir. Skandinaviya 1-də qədim dağdır. Daha sonra Verxeyens deməli 2-də bunu götürmürük. Burada fəaliyyətdə olan vulkan yoxdur. C 3-cüdə Appalaç qədim dağdır, platformadır. 4 doğrudur. 5-də Kap dağları qədim dağdır. 33 isə buna neyinlik bu sualdır. 34-də okean dibində daha geniş sahəni tutur, abissal düzənliklər və yaxud okean yatağıdır bunun digər adı. 35-ci sual. Mütləq hündürlüyün artan sırayla sıralamamızı istəyir bizdən. Deməli, A variantında Alp 4807-dir. Bu 5642-dir. Ant dağları 6960-dır. Pamir dağları deməli 7495 metrdir. Qaraqorum 8611-dir. Elə cavabımız A variantıdır. 36-cı sualda deməli, artan sırayla deyir. Alp dağları 4807-dir, Qafqaz 5642-dir. Ant dağları deməli 6960 metrdir. Kordilyer, baxın burada avtomatik sıramız onsuz da pozulacaq. 6194 Kordilyerdir. Bu Ant dağlarından daha kiçikdir. Hə, burada azalma sırasına görə deyir, yenə də qanuna uyğunluq pozulub. 36-da B-yə baxaq. Pamir dağlarında 7495-dir. Azalan sıra lazımdır bizə. Tüyanşanda qələbə piki ən hündür zirvəsi deməli 7439 metrdir. Hələ ki azalır. Ant dağlarında 6960-dır. Qafqazda 5642-dir. Altayda Beluxadır 4560-dır. Bəli, cavabımız elə olacaq B variantı. 37-də vulkan mənşəli zirvələri bizdən istəyir. Deməli, Elbrus bəli, vulkan mənşəli zirvədir. Narodnoye ümumiyyətlə qədim dağdır. Burada vulkan yoxdur. Mitsel, Appalachia yoxdur. 4, 5. Bunlar vulkan mənşəli dağlardır. Mütləq hündürlüyünə görə düzənlikləri müəyyən edin. Mütləq hündürlüyünə görə düzənliklər yayla, yüksəkliyə və ovalığa bölünür. 1, 4, 6 Y variantı. 39-cu sualda
39-cu suala deyir ki, verilənlərin aid olduğu relyef formalarını müəyyən edin. Deməli, deyir ki, platformanın əyilmə sahəsində yerləşir. Bildiyimiz kimi əyilmə sahəsi ovalıqdır. Sökmə xüsusunun qalınlığı çoxdur, arid iqlimdir. Yəni, burada quraq ərazidir həm də. Fiziki aşınma gedir deyə bilərik. Deməli, biz variantlardan gəlin yaylaları çıxaq. Məsəl üçün, B variantında mən buradan Qobi yayla çıxaram. C variantında heç nə çıxa bilmirəm. Hələ ki, yaylanı əsasən D-də Colorado yayladır çıxaram. Sonra Y variantında qalsın. Baxaq, deməli, bizə həm də quraq ərazi lazımdırsa, Orinoco rütubətli ərazidir. C variantında Kongo ekvator xətti keçir, rütubətlidir. Orada kimyəvi aşınma gedir. D-ni çıxmışdıq, qalır Y variantı. 40-cı sualda Appalaçan Kordilleri müqayisə etməmizi istəyir Venn diaqramında. Hər ikisi bunların Şimali Amerikada yerləşir. Deməli, Appalaç bildiyimiz kimi qədim dağdır. Kordilyer cavan dağdır. Qayalı kaskad sahil hissələrindən ibarət olan Kordilyer. İki yarımkürədə yerləşir hər ikisi. Ümumiyyətlə, Şimali Amerika tamamilə iki yarımkürədə yerləşir. Daha sonra, ABŞ-ın ən böyük daş kömür hövzəsi Appalaçdır. 4-də deyir ki, ən dərin kanyon Colorado çayındadır. Kordilyer dağları gedir bura. Yalnız subtropik və mülayim iqlim qurşaqlarında yerləşir Appalaç. Çünki Kordilyer dağları qütblərlə keçdiyi üçün subarktik və arktikdə əsasən subarktikdə düşür ora. Əsasən okean sahillərinə paralel uzanır hər ikisi. Cavab burada olur. Deməli 3, 5, 4 Y variantı. 41-ci suala baxırıq. Deyir, Tian-Şan və Ant dağlarını müqayisə edək. Deməli, Tian-Şan bildiyimiz kimi Paleozoy erasında meydana gəlib. Yenidən törəmiş dağdır, qırışıq faylı dağdır. Ant dağları Alp qırışıqlığında yaranıb. Cavan dağdır. Deməli, Kaynozoy erasına aiddir. Kaynozoyun Alp qırışıqlığında formalaşan Ant dağıdır. Qırışıq faylı dağdır Tian-Şan. Tian-Şan altı əsəyən 3 dənə qırışıq faylı dağımız var. İki işıqlanma qurşağında yerləşir. Deməli, Ant dağları. Çünki niyə? Ant dağlarının ərazisindən deməli, cənub tropik xətti keçdiyi üçün həm tropik, həm mülayim işıqlanma qurşağına düşür. Amma ki, Tian-Şan dağları yalnız mülayim işıqlanma qurşağında yerləşir. Yenidən törənmiş dağdır Tian-Şan. Ən hündür zirvəsi 6000 metrdən çoxdur hər ikisinin. Hər ikisi də seysmik cəhətdən fəaldır. Cavab olacaq A variantı. 42-ci suala baxaq. 43-cü sual okean dibinin relyefinə bağlıdır. Meyliliyi çox olduğu üçün çökmə suxuru qatı nəzidir. Bu materik yamacından söhbət gedir. Burada materik yamacı 1-dir. Konvergent zonada ensiz və dərin novdan gedirsə söhbət gedir 4-ə. Okean dibinin əsas hissəsini tutan abissal düzənliyidir, gedir 2-yə. Okean yer qabının magnit təsvir havalan sərhədi boyunca yerləşir. Orta okean dağ silsilələri 3-ə gedir. Cavab 42 olacaq D variantı. Deməli, 43-cü suala baxaq. Çökmə suxur qatı bazalt qatı üzərində yerləşir. Morfostruktur relyef formasıdır. Səthi əsasən hamardır. Yəni demək istəyir ki, burada bunun qranit qatı yoxdur. Okean tipli yer qabığıdır. Səthi əsasən hamardır. Burada cavabımız təbii ki, olacaq abissal düzənliklər. 44-cü sualda deməli, burada belə bir sxem verilib bizə. Deməli, burada Qaraqorum Appalaç verilibsə söhbət dağlardan gedir. Birinci tərəfdə yaylı olan variantları çıxaq, düzənliyi çıxaq, yayla çıxaq. A, C, Y variantlara getdi. Daha sonra biz 3-də nə yazmalıyıq? Bu dağın yerləşdiyi yarımkürəni yazmalıyıq. Qaraqorum dağları qərb yarımkürəsində yerləşmir, şərq yarımkürəsində yerləşir. Avrasiya materikdə avtomatik cavab qalır B variantı. 45-ci suala baxaq. Deməli, 45-ci sualda bizə üçlü Venn diaqramıdır. Deməli, bu tipli Venn diaqramı necə həll olunur? Bu tipli Venn diaqramında biz Venn diaqram içi doldurulub. Biz bu Venn diaqramına uyğun olan bəndləri seçməliyik. Deməli, gəlin baxaq. Ortaya nə verib? Hamısına oxşarlıq C verib. Akkumulyativ mənşəlidir. Yəni, bu ovalıqdır. Burada Kalahari yayladır. Sonra burada Braziliya yayladır, Orta Sibir yayladır. Biz deməli tapacağımız cavablarda yaylalar ola bilməz. Və bütün variantlardan 1, 3, 6-nı çıxsam, bu testin ən rahat tapılma qaydası budur. 1, 6 getdi, 6 getdi, 3 getdi. Cavabımız avtomatik qalır 45-də D variantı. Deməli, gəlin burada baxaq. 1-ə A verib. Nə deyir? Zəlzələ və dağım ələ gəlmə zonasında yerləşir. Burada yəni geosignal deməkdir. Bu təbii ki, Padanovalıqdır, İtaliyadadır. Buzlaq mənşəli relyef formaları yayılmışdır. Bu təbii ki, olacaq. Deməli, bu heç birinə getməyəcək. Yox, üzr istəyirəm. Buzlaq mənşəli relyef formaları burada Almaniya Polşa ovalığında yayılıb. Deməli,
1-ə gedir 5. 2 işıqlanma qurşağında yerləşir deyir. 2 işıqlanma qurşağında yerləşəndə burada La Plata-da ərazidən cənub tropik xətti keçir. 4, 5, 2, D variantıdır. 46-cı sual da 45-dən eyni tiplidir. Bu variantın Venn diaqramı içi doldurulub. Biz ona uyğun cavabı tapmalıyıq. Gəlin tapacağımız dağlara oxşar xüsusiyyətinə verib B-dən C. B-də deyir ki, bütövlükdə mülayim işıqlanma qurşağında yerləşir. Biz burada avtomatik 4-ü çıxmalıyıq. Niyə? Ant dağlarından cənub tropik xətti keçdiyi üçün bu həm tropik, həm mülayim işıqlanma qurşağında yerləşir. C-də nə deyir? Fəaliyyətdə olan vulkanlara rast gəlinmir. Gəlinmir deyirsə yenə Ant dağlarını çıxmalıyıq. 4 olan variantı çıxsaq B variantı gedir. Birə nə verib birinci dağımıza? A verib. Alp Himalay dağlıq qurşağının ən qərb hissəsi bu Atlas dağlarıdır. Sonra Y-yə nə verib? 3 yarımkürədə yerləşir. Baxın, gördüyümüz kimi Atlas dağlarının arasından Qrimnits xətti keçir. Ona görə də bu 3 yarımkürədə yerləşir. Birinci tərəf 100% Atlas dağlarıdır. 1-ə 5 olmayan variantlar getsə, cavab qalar A variantı. İkinci tərəfdə deyir ki, ən uca zirvəsi Çindədir. Bu Pamir dağlarındır, bəli. Pamir dağlarının zirvəsi deməli Səməni piki və Konqur hesab olunur. Daha sonra 47-ci sualda 200 metrə qədər bu ovalıqdır. 200-500 aralığı yüksəkliyidir. 500-dən yuxarı olan yayladır. Ovalıq, yüksəklik, yayla. Cavab B variantıdır. 48-ci sualda bu da dağlardır. Dağlara uyğun seçməliyik biz. Alçaq dağ, orta dağ, yüksək dağ olacaq. Deməli 48-də cavab olacaq B variantı. Gələk son səhifəyə. 49-cu sualda bizə dağ verilib, hündürlük şkalası verilib. Biz ona uyğun olan dağı tapmalıyıq. Deməli, birinci dağ 2000-dən biraz yuxarıdadır. Deməli, birdə baxın, bu Ural 1895 metrdir, gedər. Daha sonra Karpatın hündürlüyü deməli 2655-dir. Bu hardasa qala bilər. Skandinaviya 2460 deməli 9-dur, bu qala bilər. Gəlin ikinci tərəfə baxaq. İkinci tərəf deməli 3000-dən 4000 arasında yerləşir. Bu hara ola bilər? Məsələn, 2-də burada Ural gedər, 1895 metrdir. A variantda getdik. Sonra Piriney dağlarının hündürlüyü 3404-dür. Bu qala bilər. Sonra burada Pamir dağlarının hündürlüyü 7000-dən çoxdur. 3-də ola bilməz Pamir. Ya B-dir, ya da Y-dir. İndi gəlin üçüncü tərəfə baxaq. Üçüncü tərəf 5000-dən 6000 aralığındadır. Karpatın hündürlüyü deməli 2655-dir. 5000-dən yuxarı deyil, qaldı avtomatik B variantı. Qafqaz 5642-dir. Daha sonra Altay dağlarının hündürlüyü isə, ən uca zirvəsinin hündürlüyü isə 4506 metr. Sonra böyüklüyünə görə relyef formalarını qruplaşdırmamızı istəyir bizdə. Deməli, Ant Kordilyer planetardır. Daha sonra Kordilyer dağları artıq bir hissəsidir, meqadır. Daha sonra burada onun bir hissəsi də Qayalı dağları makrodur. Mezo isə daha kiçik yarğan qobudur. C, B, A, D. D variantı. 51-də deyir ki, cədvələ əsasən Mitçel zirvəsinə aid olduğu dağ silsiləsi ilə verilmiş zirvələrin oxşar xüsusiyyətidir. Mitçel bildiyimiz kimi Appalaçın zirvəsidir. Biz indi aşağıdakı dağlarının oxşarlıqları seçməliyik. Kostyoşka böyük su ayrıcının zirvəsidir. Bunları yazaq. McKinley Kordilyerin zirvəsidir. Qalxapikyan Skandinaviyanın zirvəsidir. Gəlin baxaq. Deməli, materikin ən hündür zirvəsidir. Deməli, Mitçel materikin ən hündür zirvəsidir. Şimali Amerika materikində yerləşir Mitçel, Appalaç. Appalaç Şimali Amerikanın ən hündür zirvəsi Kordilyer dağlarındadır. Daş kömür yataqları bəli, həm Kostyoşkada, həm Mitçeldə yəni var. Materikin şərqində yerləşir, doğrudur. Zəlzələ dağıma ilə gəlmə zonasında yerləşməsi oxşar xüsusiyyət deyil. Appalaç qədim dağdır. Qədim dağda platform olur. Fəaliyyətdə olan vulkanlara rast gəlinə bilməz. Çünki yenə deyirəm, bu qədim dağdır, Appalaç. Şimali Amerikada yerləşir, doğrudur. 1-ə 2, 3, ikinci tərəfə 6. Çox güman cavabımız D variantıdır. Üçüncü tərəfə baxaq. Geosinkronal inkişafın 4-cü mərhələsindədirlər. Bəli, hər ikisi qədim dağdılar. Mütləq hündürlüyü 3000 metrdən azdır deyir. Appalası 2037-dir, Skandinaviyada 2469-dur, bəli. Eyni adlı yarımada boyunca uzanırlar, xeyr. Appalasa aid bir yarımada yoxdur, amma Qalxapikyan Skandinaviya yarımadası var, fərqli xüsusiyyətdir o. 52-ci sual açıq sualdır artıq. Orta okean dağ silsilələri və okean ovları üçün ümumi xüsusiyyət bazalt qatına malikdir. Ümumiyyətlə, bütün hamısı yer qabıqları bazalt qatı var. Sadəcə okean tipi yer qabığında qranit qatı yoxdur. Bu bizi çaşdırmaq üçün verilən bir bənddir. Divergent zonada yaranıblar səhvdir. Bu yalnız orta okean silsiləsinə aiddir. Okean ovları subduksiya nəticəsində yaranıb. Daha sonra litosfer havalarının üfüqi hərəkəti nəticəsində deməli meydana gəliblər deyir. Bu doğrudur.
Konvergent zonadır. Xeyr, orta okean silsilələri divergentdir. Seysmik qurşaqdır, doğrudur. Okeanların əsasən mərkəzində yerləşir. Bu yanlış xüsusiyyətdir. Şelf zonasının ablisalın ümumi əlamətlərini istəyir bizdən. Hər ikisi düzənlikdir. Bazalt qatına malikdirlər. Ümumiyyətlə dedik ki, bütün yer qabığı bazalt qatına malikdir. Qranit qatları şelfdə var, amma ablisalda yoxdur. Çünki şelf materik tipli yer qabığıdır. Abbisalsa okean tipli yer qabığıdır. Daha sonra okean tipli yer qabığı deyil, materik tiplidir. Şelf oxşar deyil bu. Çökmə surqatı, bəli, hər ikisində var. Zəngin üzvü aləmə malikdirlər. Xeyr, bu okean dibinin relyefidir. Orada zəngin üzvü aləm yoxdur. Morfostrukturlar, yəni endogen relyef formalarını, yəni sahəsi daha böyük olan relyef formalarını bizdən istəyir. Vulkan konusları olacaq, novlar olacaq və dağlar olacaq. Qonşu ölkələrin təbii sərhəd rolunu oynayan dağlar Qafqaz Alp dağları və Kopet dağ. Verxoyanski yalnız Rusiyanın ərazisindədir, Çerski yalnız Rusiyanın ərazisindədir, Kap dağları isə Çarın ərazisindədir. 56-da qonşu ölkələrin sərhəd rolu oynamayan deyir. Bunun tərsidir. Verxoyanski yalnız Rusiyadadır, Kap Çarın ərazisindədir. Daha sonra burada Elbrusda daha doğrusu İrandadır. Sərhəd rolu oynamır. 57-də verilənlərin ekvatordan olan məsafəsinin artma sırasına görə düzün. Gəlin baxaq. Birinci ekvatora ən yaxın burada Atlas görsənir 2. Sonra Alp gəlir. Sonra Altay dağları gəlir. Ən yaxında qütbə yaxın Skandinaviyadır. 2, 4, 1. Son 2 sualımız qalıb. Deməli, uyğunluğu müəyyən edə yenə okean dibinin relyefinə bağlıdır. Materik və okean havalarının toqquşma zonasıdır deyir. Bu subduksiyadan söhbət gedir, novlar. Daha sonra çökmə süxurların qalınlığı okeanın kənar hissələrinə nisbətən çoxdur. Deməli, belə bir anlayış yoxdur. Ümumiyyətlə, orta okean dağlarında çökmə sürəti ümumiyyətlə azdır. 1 ilə 2-də isə ümumiyyətlə belə bir anlayış yoxdur. Digərinə nisbətən çoxdur deyə bir cümlə yoxdur bizim məşq dərsliyimizdə. Daha sonra okean havalarının aralanma sərhədindədirlər. Vulkanizm və seysmikliyi ilə seçilirlər deyir. Bu təbii ki, orta okean silsilələrinə aiddir. Okean dibinin əsas hissəsini tutan ablisal düzənliklərdir. Okeanın daha çox mənimsənilən sahələrdir. Bu əsasən şelf zonasıdır. Çünki hündürlüyü nisbətən daha dayazdır. Gələk son suala. Skandinaviya, Ant və Atlas dağları. Materik və okean tipli havaların konvergent zonasında yerləşir. Yəni subduksiya prosesi baş verir burada deyir. Ant dağlarına gedir söhbət. Qərb yamacından isti okean cəryanı keçir. Deməli bu Ant dağlarından, daha doğrusu Skandinaviyadan gedir. Söhbət baxın burada görürük ki, qərb yamacından isti Şimali Atlantik və Norveç cəryanları keçir. Deməli 1-ə gedir B. Ərazisində sönmüş və fəaliyyətdə olan vulkanlar rast gəlinir Ant dağlarında. Maksimal hündürlüyü Pirney dağlarının maksimal hündürlüyündən deməli azdır deyir burada. Deməli bu da Skandinaviyaya aiddir. Bunun hündürlüyü 2469-dur. Ant dağlarının hündürlüyü 6960-dır. Atlas dağlarının isə 4165 metrdir. Pirney dağlarının isə maksimal hündürlüyü deməli 3404 metrdir. Burada Pirneydən az olan Skandinaviyadır. Materik tipli havaların konvergent sərhədində yerləşən isə Atlas dağlarıdır. 1 BD, 2 AC, 3 Y.